Çəkinəcəyim də yoxdur. Əlim Rəliyev deyirəm, ay kişi, siz niyə oxuyursunuz? Ayrı vaxt deyirsiniz, mən 76 yaşım var, deyirəm 76 yaşım var, oxuya bilmirsən. Səs uşu deton. Yəni yerində deyil. Əlim Rəliyev harada? Niyə oxumur? O günlərim çıxmışdı, mənim saytda qabağıma çıxdı. Özü irad tutur ki, klassik bəstəkarların mahnısını oxuyun, Tofiq Quliyevin, Hacı xan Məmmədovun, ondan sonra Oktay Kazıminin, Elza İbrahimovanın, amma özü çıxdı, Pobeda Mebada minmirəm, Moskviçə minmirəm, nə bilim, bilmirəm. Belə mahnılar oxuyur, özü ona irad tutur. Haqqı var məncə. Niyə? Tənqid etməyə. Niyə? Tənqid, harada var isə? O tənqid edilirsə, birinci tənqid onun özünə aiddir. Özü hər tərəfli, düz deyir, neçə il sənətkarım, o demək deyil. Mən də 30 il, 40 il gedim gəlim, o yolda özümə ayaq altı bir cığır açım, sonra deyim sənətkarım, elə bir şey yoxdur. Zamanında o hansı mahnıları ifa edib, indi siz bilərsiniz? Mən bir-iki dənə mahnısını eşitmişəm, o da elə o vaxtın biraz ara mahnıları kimi sayılıbdır. Ara mahnıları mı ifa edib? Yəni, düzdür, bəstəkar mahnılardan uzunda ifa eləmək elə bir sensasiya, bu belə bir şey deyil ki, o vaxtı müğənni çatışmamazlığı olubdur, özünüz bilirsiniz, Əlim Rəliyevin heç təhsili yoxdur, belə götürəndə. İstəmirəm verilişi gəlib ona həsr eləmək, amma heç kimin ixtiyarı yoxdur ki, mən deməyə. Əlim Rəliyev musiqi təsiri yoxdurmu? Yoxdur. Yoxdur, o da həvəskar olaraq gəlibdir səhnəyə. Sonra elə bir dövr olubdur ki, ehtiyac olubdur ansambldan nəyə görəsə, nəyəsə xətrinə. Amma kifayət qədər bəstəkar mahnıları, kifayət qədər bəstəkar. Hansı mahnılarını bilirsiniz Zeynul? Kifayət qədər mahnıları, hansı mahnılarını bilirsiniz? Ən məşhuru o bir dənə sonra gündəm oldu, Yaraşaydı mahnısıydı, onu bilirəm. Amma bəstəkar mahnılarını müraciət edib onu bilirəm, repertuarında kifayət qədər. Bir-iki müğənni ilə oxuyubdur, yəni xanım müğənnilərlə, onlarla biraz uğur qazanıbdır. İndi deyəcəm, o xətrinə deyəcəm, o da mənim xəsətim bilir ki, mən sözümü deyən adamam. O da sözünü deyən adamdır. Sözünü də deyirəm. Burada danlası heç nə yoxdur. Nə var ki burada? Əlim Rəliyev, mən bilirəm ki, cavab verəcək, hazırlaşın. Hazır olun. Versin də, cavab verəcək, cavab verəcək. Elgizin verilişini də verəcək. Özdə Əlim Rəliyev cavab verəcək. Adə! Efir danışığı deyil. Bakı küçələrində danışılan ləhcə ilə efirdə danışmaq olmaz. Danışanda mədəniyyətdən, Damulcuz instrumental ansamblla danışırlar. Amma efirdə ala, nöşün ala, belə olmaz. Ləhcəyə qalanda mən Bakılıyam, mən Gəncəliyəm, mən Şəkiliyəm deyim. Amma öz ləhcəsində danışdın, bəs mədəniyyət, bəs efir mədəniyyəti. Bu informasiya sizdə hardandır ki, yəni müğənni çatışmazlığı olub? O vaxtı belə olub. Yəni, müğənni çatışmazlığı olmadığından... Qadın müğənnilərini çox vaxt ailələri icazə verməyiblər. Kişi müğənnilərinə də o vaxtı bir kanalı olubdur, dövlət televiziyası və dövlət radiosu olubdur. Populyar olmaq elə də çətin olmayıbdır. İndiki necə sosial şəbəkələr tez bir zamanda oxumaq kənara qalır, başqa şeylərlə populyar olurlar. O vaxtı bir kanal olubdur, hər kəs gözləyirdi musiqi dəqiqələri, musiqi saati olacaqdı. Orada da çıxırdı 5-6 müğənni oxuyurdu, yadda qalırdı. Barmaqla sayılası müğənnilər olurdu. Bir də o vaxt qapı-qapı müğənni axtarırmışlar da. Yəni, məsələn, bu kənddə filan müğənni var, yəni oxuyan var. Məsələn, mənim xalam, danışırlar, yəni evdən, mən bilmirəm, mənə məlumat verirlər ki, mənim xalam o vaxt çox gözəl ifaçı olub, muğam ifa edib də o vaxt. Gəlib, məsəl üçün, mamam deyir ki, anam deyir, qapımızı döyürlər ki, bəs aparaq şəhərə, bəs biz yığırıq da, yaxşı, hər kənddən, bizə deyir, orada savxozdur, bilmirəm kimdə, adlar verir də. Mənim onu, məsəl üçün, o vaxt mədəniyyət evləri olur, gəlib seçmək. Dayılarım qoymayıb xalamı, məsəl üçün, Bakıya. O vaxt çox böyük, düz deyir onu, mənim anam da danışır. Amma indi valideynlər özləri əlindən tutur, balasını gedək. Dinləyicilərə, deyirlər ki, musiqiçi olsun, onlar sonra davam edirlər, istedadlar da var. Əslində, bu alqışa layiq bir şeydir, amma istedadı olanlar. Mən istedadı olanlar. Birinci istedad, ikinci təhsil, sonra əmək və əziyyət. Azər, redaktora bir dənə xahiş edirəm. O verdiyin informasiyaları mənə təkrarla, mən dəqiq demək istəyirəm Əlim Rəliyev haqqında, çünki anlaşılmazlıq olmasın. Uşaqlıqdan dedin, harada olub? Uşaqlıqdan Rubabə Muradovanın və Qulu Əskərov kimi ifaçıların ansamblında ifa edib. Ali təhsil diplom var. Mən də İtaliyada orkestrda neçə illər fəaliyyət göstərmişəm. Almaniyada Amma bu insanların yanında formalaşmaq mümkün deyilmi?
Təhsil başqa şeydir. Yox, təhsil razıyam sizinlə. 5 illik musiqi məktəbi, 7 illik, indi 11 illik musiqi məktəbləri var. Orta ixtisaslaşmış musiqi məktəbləri var. Orada musiqinin əlifbasını öyrənə gəlirlər. Ondan sonra kolleclər var, ASF Zeynallar adına, Humanitar Kollec, Şuşa Musiqi Kolleci, sonra universitet. Rübabə Muradovanın yanında olubdu, nə bilim Telman Hacıyevin bəstəkarın yanında olubdu və yaxud Sara Qədimovanın yanında olubdu, nə olsun? Mən də çox böyük müğənnilərin yanında oturmuşam, çay içmişəm, çörək yemişəm, qastrollar, BMK-nin onların tələbəsi olmuşam. Nə olsun? Bu da hamısı bu. Göstərin mənə. Hardadır? Bəlkə o vaxt imkan olmayıb, təhsil ala bilməyib. Mən təhsilin tərəfdarıyam. Nəticə nədir? Təhsil yoxdur, всё. İmkan olub, olmayıb, buraxıblar, buraxmayıblar, icazə veriblər, qəbul ola bilib, ola bilməyib, o başqa bir problemdir. Fakt odur ki, təhsili yoxdur, mən deyirəm. Amma Azərbaycan Dövlət Televiziyasının solisti olub, Dan Ulduzunun solisti olub, daha sonra Dövlət Mahnı Rəqs Ansamblının, Səid Rüstəmov adına orkestrin, yəni qeyri-peşəkar olsa, İsa, heç bir tərəfə fırlamayın, mən sol tərəfə gedirəm.